Bismillahirrahmanirrahim. Ve bihi nesta'in. Ve sallallahu ala Muhammedin ve ala ehli beytihi teyyibin tahirin ve la'netullahi ala a'daihim ecmaîn minel ane ila kıyami yevmiddin. Salihlerin yolu kitabından təqlid bəhsindeydik. 16-cı məsələdən 2 sətr oxumuşdum. Ümumi məsələni izah edirəm inşallah, aydın olunsun. Demək, bu 16-cı məsələdə məsələ nədir? Seyyid buyurur ki, əgər bir müctehidə təqlid edirdisə, məsələn, bu müctehid meyyitdə qalmağı caiz bilirdi, mütləqən caiz bilirdi. Fil cümlə, ya məsəl üçün, fil cümlə caiz bilirdi. Mütləqən dediyim kimi, dedik o müctehid ki, Ayətullah Sistani'nin də nəzəri bu idi də, ölüm müştehiddə qalmaq olar yoxsa yox, deyirdi ki, nənə qalmaq olar, ölüm müştehiddə qalmaq olar. Biz daha da deyim, hansı məsələlərdə, bildiyimiz məsələlərdə, bilib əməllədiyimiz məsələlərdə, yaxşı bilmədiyimiz məsələlərdə bu barədə müştehidlər arasında ixtilaf var. Seyyidimizin nəzəri bu idi ki, xeyr, bütün məsələlərdə, hətta bildiyin, bilib əməllədiyin və bilmədiyin və bilmədiyim, əməl eləmədiyin məsələlərdə də ölüm müştehiddə nədir? Qala bilərsən. Yəni, onun açıq risaləsindən oxuya bilərsən. Fil cümlə, ya fil cümlə məsələn Ayətullah Xoyun nəzəri kimi deyir ki, o məsələlər ki, məsələn, bilirdin və əməlləmsən, onda öldə qala bilərsən. Amma o məsələlər ki, bilmirdin, ya bilmirsən, əməlləməmişsən, o məsələlərdə qala bilməzsən. Deyir ki, Seyyid buyurur ki, məsələn, bu müştehid caiz bilirdi, mütləq caiz bilirdi, mütləq dediyim kimi ümumi şəkildə, ya fil cümlə məsələn. Buyurur ki, bu məsələdə, bu müctehiddə nədir, təqlid eləmək olmaz. Hansı məsələdə? Aya öldə qalmaq olar, olmaz. Aya öldə qalmaq caizdir. Fil cümlə, ya mütləqa. Əlbəttə, caiz o surətdə olar ki, məsələn, diri müştehidlə bu ölü müştehid arasında ikisi də müsavidir. İkisi də müsavidir onda. Amma bəzən görsən ki, vacib olur. Məsələn, o ki deyir, öldə qala bilərsən, vacib olur. Niyə? Çünki ölü ələm olur. Ölü ələm olur. Hələ bu məsələdə ölüdə qalmaq olar, yoxsa yox, yoxsa vacibdir diriyə rücu eləyəsən, əl-ələmu fəl-ələm, bu ölü müctehiddən sonraki ələm bildiyin müctehidə, yəni ölünü ələm bilirsən, o heç onda qalmışsın. Bu məsələdə diri müştehidə vacibdir, udil eləyəsən, yoxsa yox, bu məsələdə öz ölü müştehidində qala bilməzsən, gərək diriyə nə deyir, rücu eləyəsən. Ondan sonra Seyyid buyurur ki, əgər təqlid eləsə bir müctehidə, yaxşı, bu müctehid öldü. Ondan sonra təqlid elədi, yəni udil elədi, diri müştehidə, diri müştehidə ki, udil eləyir. Niyə udil eləyir? Dediyim kimi, ya o diri müctehid caiz bilmir öldə qalmağı, ya məsəl üçün, o diri müştehid öldən ələm oldu. Məsələn, diriyə ölüyə müştehid təqlid edirdi, o öldü və diri müştehidlər, ələm müştehidlər deyirlər ki, onda qalmaq olar. Bir müddətdən sonra ən ələmi çıxdı, udil elədi ona. Ya məsələn, diri müştehid vacib bilir diriyə nədir udil eləməyi. Bu da nədir? Udil elədi bu ikinci müctehidə ki, indi hal-hazırda diridir. Sonra bu müctehid də dünyasını dəyişdi. Bu məsələdə neynəməlidir? Yəni də bu məsələ ki, mən bu ikinci ölmüş müştehiddə qala bilərəm, yoxsa yox. Üçüncü gərək nədir? Ölü müştehidə rücu eləyər ki, bu əgər caiz bilsə öldə qalmaq və o ələm olsa onda qalacaq. Yox, caiz bilsə neynəməlidir? Üçüncü diri müştehidə udul eləməlidir. Seyyid buyurur ki, bu məsələdə mənim nəzərim nədir? Ondan deyir ki, vəl-muxtar, mənim bu məsələdə nəzərim budur ki, bu 3 dənə müctehiddən 2 ölmüş və bir diri arasında baxacaq, ən ələminə nədir? Təqlid eləyəcək. Çünki bunlara təqlid eləyib, düzdür? Hətta artıq udul eləyibdir birisindən ikincisinə, ikincisindən də üçüncüsünə indi neynəməlidir? Buyurur ki, bu 3 dənədən baxacaq, hansı ələmdirsə, onunla da nədir? Eləyəcək. Əgər birinci müctehid ən ələm olsa, bu 2 dənəni tərk eləyəcək, qayıdacaq o birinci ölü müştehiddir.
o ikinci ölmüş deyil ələm olsa, onda nə deyil? İkincidə qalacaq. Üçüncü ələm olsa, bu iki dənə də onu nə edəcək? Ələmə nə deyil? Udul eləyəcək. İndi ələmdir, ya 5 ildən sonra məsələn başqa ələm bir müştəhi çıxacaq. Haçan ələm peyda oldu bu ikinci müştəhiddən, onda nə edəcək? İkincidə ya birinci ona udul eləyəcək. Hər bir halda buyurur ki, ələm hansıdırsa bu 3 dənə müştəhiddən onda nə deyir? Udul eləyəcək. Bu ibarəni üzündən oxuyuram. İza qallədə müctəhidən. Əgər müştəhidə təqlid edir. Yucavvizul bəqaə əla təqlidil meyyid. Bu müctəhid ki, meyyidin təqlidində qalmağı nədir? Caiz bilir. Mutləqa ya mutləqən, af fil cümlə ya fil cümlə caiz bilir. Dedik ki, fil cümlə nədir? Və mütləq də nədir? Fəmatə zalikəl müctəhid. Bu müctəhid öldü. Bu caiz bilən müctəhid də nədir? Öldü. La yəcuzul bəqa əla təqlid fi hazil məsələ. Bu məsələdə, yəni aya ölüdə qalmaq olar, yoxsa olmaz, deyə udul eləməlisən. Bu məsələdə bu təqlid elədiyin ölüm müctəhidində qala bilməzsən. Bəl yəcibər rucu fiha iləl ələm minəl əhya. Dirilərdən olan ən ələmə nədir? Təqlid eləyəcəksən. Ona deyirlər əl-ələmu fəl-ələm. Yəni sənin ələm olan müctəhidin ki öldü, ondan sonra kimi ələm bilirsənsə, ən ələm ona təqlid eləyəcəksən. Biz buradan oxumuşduq. Buradan qalmışdıq. Və izə qallədə müctəhidən. Və mən bu məsələni axıracan izah elədim. Və izə qallədə müctəhidən. Təqlid edib bir müctehidə. Və matə bu müctehid öldü. Və qallədəl həyyəl qailə becavazil udul iləl həy. Ondan sonra təqlid elədi. Udul elədi deyək də. Təqlid yəni udul elədi. İkinci bir müştehidə ki, o müctehid nədir? Deyirdi, caizdir. Caizdir udul eləmək diriyə. Vacibdir yox. Caizdir udul eləmək. Caiz nədir? Yəni sənin ölü müctehidinlə bu diri müctehid müsavidirlərsə, sən öldən nədir? Diriyə nədir? Udul eləyə bilərsən sənin nəzərində müsavidirlər. Ya diri müctehid ələmdə o heç vacibdir. Aydındır. Ya da məsələn yox, ümumiyyətlə müştehiddir, deyir ki, diri müştehiddir, deyir ki, ümumiyyətlə bir ölü ələm də olsa, olmasa da onda qala bilməsən. Ondan sonra dirilərdə olan ələmə nədir? Təqlid eləməlisən. Ondan sonra bu müştehid, ölən müştehiddən sonra dünyada olan ələm müştehidlərin ən ələmi deyir ki, o ələm bir dənədir də. O ələm deyir ki, yox, gərək mənə təqlid eləyəsən. Öz ölü müştehidində qala bilməzsən. Nə edəcək bu? Məsələn, ona gedəcək. Deyir, caizdir. Av bi vücubihi mutləqa. Ya mütləqən deyir, vacibdir. Onda öldə qala bilməzsən, mənə təqlid eləyəsən. Av fi xüsusi maləm yətələm minəl fətvəl əvvəl. Ya məsəl üçün fil cümlə. Fil cümlə özü də izah edir burada. O məsələlər ki, dedik ki, nə deyim? Məsələn, ata xoyun nəzərdə. O məsələlər ki, onları bilirdi və əməl edibdi. O məsələlərdə nə deyim? Qala bilər. O məsələlər ki, bilmirdi, ya bilirdi, əməl eləməmişdi, o məsələlərdə qala bilməz. Fəədələ iləyhi. Bu nə elədi? İkincidən də udul elədi. Fəədələ iləyhi sümmə matə. Və udul elədi bu ikinci müctehidə. Bu ikinci müctehid öldü. Yəcibur rucu fi hazil məsələ iləl a'ləmil əhyai. Vacibdir bu məsələdə, gələ də öldə qala bilərəm, yoxsa qala bilmərəm, diriyə rucu eləməliyəm. Üçüncü müctehid, həyatda olan diri, ən ələm müctehidə nə deyir? Bu məsələdə rucu eləyəcək. Fəl-muxtar fiha. Seyid buyurur ki, bu məsələdə mənim nəzərim nədir? Mənim nəzərim vücubu təqlidil ələm. Demişdi də, əvvəldə demişdi. Budur ki, nəzərimiz budur ki, ölü əgər ələmdirsə, öldə qalacaqsan mütləqa, bütün məsələlərdə. Bildin, bilmədin. Bildin, əməl elədin, eləmədin. Fərq eləmir. Elə qəsd eləmirsən ki, mən əvvəl o müştəhiyə təqlid edəndə qəsd eləmirsən ki, mən bütün məsələlərdə bu müştəhiyə təqlid eləyərəm. Nə deyirsən, onda da qalacaqsan, ona təqlid edəcəksən. Dedik ki, İsa Fəyyazın da nəzəri budur. Amma Seyid Xoyunun nəzəri budur ki, yox, fəqət bildiyim məsələlərdə, əlbəttə, Ayətullah Vəhid Xurasanın nəzəri Xoyunun nəzərinə yaxındır. Buyurur ki, vəl-muxtar fîmâ vücubu təqlidil a'ləmis səlasə. 3 dənədən hansı a'ləmsə onda da sən nə deyir? Rucu eləyəcəksən. Mə'al ilmi bil ixtilaf beynəhum fil fətvə. Əlbəttə a'ləmə qulların arasında təqlid eləyəcəksən.
birincidirsə ona qayıdacaqsan, ikincidirsə onda qalacaqsan, üçüncüdürsə udul edəcəksən. O şərtdə ki, bunlar arasında ixtilaf varsa, ələmi onda təqlid eləmək vacib olur ki, ixtilaf varsa, ixtilaf yoxsa nə fərqi var ki? Kəma huva məhəllil kəlam, necə bu nədir? Bizim məhəlli kəlamımızdır, yəni ixtilaflı məsələlərdə ələmə təqlid eləmək vacibdir. Və ləfqanəl müctəhidül əvvəl huvəl ələm, əgər birinci müctəhid ondan udul eləmişdir, ikinci ölü müctehidə, əgər o ələm olsa, birinci ələm olsa, fi nəzərihi, bu mükəlləfin nəzərində, minəl axərin, o iki dənə axırıncılardan, ləzimə hərrucu ilə təqlidi, fi cəmi fətəvahu, lazımdır rucu eləsən o birinci müctehidə, çünki məsələ bilməmsən, vacibdir ona rucu eləsən bütün məsələlərdə və o nədir? Onun təqlidində qalasan. Məsələn, bir adam təqlid eləmişdi Ayətullah Xoyyə. Yaxşı. Xoyyə bunun nəzərində nədir? Ələm idi. Sonra təqlid elədi, məsələn, Ayətullah Muhammed Ruhaniyə. Muhammed Ruhani, məsələn, diridə qalmağı, ölüdə qalmağı caiz bilmirdi. Fərz edək. Qayıtdı ona. Ondan sonra indi Sistani ki, diri müctehiddir. Sistani deyir nədir? Sənin nəzərində biz bu 3 nəfərdən mən, Məhəmməd Ruhani və Xoyidə ən ələm sənin nəzərində Xoyidirsə, qayıtmalısan Xoyiyə. Qayıtmalısan Xoyiyə. Ayətullah Fəyət Xorasaninin məsələsi biraz da maraqlıdır burada. Əlbəttə Sistani burada vacib bilir. Ayətullah Xoyi caiz. Deyir ki, bir adam ki, əgər xoyunu dərk edibdirsə, ondan sonra 5 dənə müştehid dəyişibdirsə, xoya təqlid eləməyib, məsələn, başqa müştehid təqlid eləyib. Bu məsələsini bilməyib, xoyunun dövründə xoya təqlid eləməlidir və eləyə bilər nədir? Xoya qayıtsın və onda da qalsın. Əlbəttə bunu caiz bilir, vacib bilmir, caiz bilir. Qalsın. Çünki nədir? Ələnin o məsələsini bilməyibdir. Əlbəttə baxacaq o məsələlərinə, görsün ki, bunun xoyunun məsələləri ilə bunun ki, əməl edib o məsələlərə aya mütabiqdir, yoxsa məsəl üçün xoyu bunun əməl etdiyi məsələləri batil bilir. Şayət bu məsələ çox çətinə düşəcək, xomus verib, zekat verib, məsələn, başqa əməllər eləyib, namaz, oruc filan, müamilələr eləyibdir. Şayət xoyun nəzərində bunlar batildir. Ona görə nədir? Özün çətinliyə salmasın deyə eləyə bilər, qayıtmasın. Amma caiz eləyə bilər, qayıtsın bir dəfənlik. Məsələn, əgər onun düşünməsinə məsələ yoxdursa, əlbəttə bu Seyyid, bəli, Şeyx Vəhid Xorasanidə var bu məsələ. 17-ci məsələ. 17-ci məsələ budur ki, əgər bir müctehidə təqlid edildirsə və onun rəyinə əsasən onu ələm bilirdi və onun əməl edirdi. Sonra bu müctehid öldü və bu müctehiddən udul elədi, nədir? Diri müctehidə. İndi udul elə diri müctehidə dediklərimizin bilinə görə ya caizdir, udul bilir, ya məsəl üçün ələm müctehid ki, dünyada ələm müctehid nədir? O caiz bilməyib buna. Ya məsəl üçün caiz bilirdi, amma bu diri müctehidi ələm bildi öz müctehidində və nə deyir? İndi udul elədiyi dünyada olan, ələm olan diri müctehidə. Aya bu diri müctehidin nəzərində batil olan o ölü müctehidin nəzərindəki əməllər ki, bunun nəzərində batildir, o məsələlər, aya onların iadəsi ya qəzası vacibdir, yoxsa yox? Məsələn, misal vurduqdur, keçən dəfə geniş məsələdə izah elədik. Dedik ki, İshaq Fəyyaz öz Risalə əməlsində yazmışdı, misal da vurmuşdu ona. Biz o misalları gətirdik. Orada, məsələn, məsələyə rəisiyyə misal vurmuşdu. Yəni, namazın rükunları. Məsələn, namazın rükunlarından birinə xələl gətiribdi. Öz müştehidin nəzərində bu xələl, məsələn, namazı batilləməz, amma bu ikinci müştehid nəzərində bu xələl batil. Ya məsələ rəisiyyə, məsəl üçün usul, ya məsəl üçün dəstəmaz məsələsində birinci müştehid deyirdi, məsələn, bu əməl batildir, o deyirdi, nə deyir? Caizdir. Necə? Bu da misal vurdu. Məsələn, bunun ölən müctehid deyirdi ki, əgər bir adamın bir yeri sınıbdırsa, dəstəmaz üzvlərindən bir yer sınıbdırsa, ya yaralanıbdırsa, üstündə əgər xirqə yoxdursa, onun nə deyir? Vəzifəsi budur, məsələn, bir dənə xirqə qoysun, üstündən məs çəksin, bəs cəbirə dəstəmaz alsın. Amma indi diri müştehid deyir ki, yox,
Əgər xirqə yox idisə yaranın üstündə, vəzifəsi ümumiyyətlə bunun nə imiş? Təyəmmüm eləmək imiş. İndi nə eləsin? Dəyişsin yoxsa dəyişməsin? Ya müamilə məsələlərində, məsələn, İslamda xeyr vacibdir. Hatta İslamda deyir ki, iadəsi vacib deyil. Yəni bunu demək istəyir ki, iadə vacibdirsə, qəza heç vacibdir. Biz orada dedik ki, İsa Fəyyaz nəzəri bu idi ki, o məsələlərin qəzası vacib deyil. Amma iadəsi demişdi vacib. İadə necə? Məsələn, zöhr namazını qılıbdır. Zöhr namazını qılıb, birinci müştehidin rəyinə əsasən nədir? Cəbrə dəstəmazı ilə qılıb. Sonra bu müştehid dünyasını dəyişdi. Saat 4-də 5-də bu artıq təqvirin dəyişdiyi ikinci müştehidə hələ gün batmayıb, zöhrün də əsr namazı ədadır və onun nəzərində bu namaz batildir. Artıq buna təqrir dediyinə görə nə eləməlidir? O namazları iadə eləməlidir. Nə eləməlidir? Getməli, təyəmmüm eləməlidir və namazını qılmalıdır. Əgər o cəbirə demişsə, bu təyəmmümlə qılmalıdır. Əgər bu təyəmmüm demişdirsə, cəbiri ilə nədir? O namazları yenidən qılmalıdır. Amma Seyyid Sistani burada iadə deyir. Yəni iadə, onu deyir ki, əgər iadəsi vacibdirsə, bir təriq-i övla nədir? Nədir? Qiyas-ı bir təriq-i övlaya əsasında. Əgər iadə vacibdirsə, nədir? Bir təriq-i övla nədir? Bəs qəza vacibdir. Allah Quranda deyir ki, وَلَا تَأْقُلُوا لَهُمَا uffun. Ataniyə uf demə. Orada qiyası nədir? Ovləviyyət biz cari edirik. Dedik ki, əgər vurmaq caizdirsə, onda nədir? Vurmaq caizdirsə, döymək bir təriqi ovla caizdir. Lazımdır Allah döyməyi də gətirə. Çünki uf demək caizdirsə, bəs döymək bir təriqi ovla caiz deyil. Çünki döymək nədir? Uf deməkdə neçə mərtəbə şiddətlidir. Məsələni üzündən oxuyuram. Yəni dediyim kimi bir başqa misala vurum, məsələ geniş inşallah yerinə otursun da, özünü tapsın. Ya məsəl üçün müamilə məsələlərində görmüşdük, ayətlər məsələn fərz elə, ayətlər ruhaniyə təqid edirdi. Misal olaraq, ayətlər ruhani deyirdi ki, bazardan alınan mal, öküz, nədir, ya başqa mal, xumusu verilməyibsə, nədir, alana xumusu vacib deyil. Çünki rəvayət ki var İmam Sadiq Əleyhisselam, İmam Sadiq Əleyhisselam buyurur ki, biz öz dostlarımıza və mühiblərimizə xumusu bağışlamışıq. Deyirlər, ya Resulallah, bəs ki, sizə xumus verir, yaxı bəs necə bağışlamışsınız, bizdən xumus alsınız? İmam buyurur ki, o xumusu demirəm. O ki, bazardan, mən dediyim başqadır. O bazardan ki, alırsınız, xumusu verilməmiş maldır. Məsələn, bir adam gətirib öküzünü satır, öküzün 2 yaşı var, məlum və bilirsən ki, bu xumusunu da verməyib. İmam buyurur ki, ona vacibdir xumusunu versin. Verməyib, alana vacibdir xumus versin. Aydındır, alana vacib deyil. Mesela Sadiq Muhammed Ruhani, Seyyid Sistani nəzərində bu məsələ var. O, Muhammed, məsələn, Ruhaniyə təqid edir. Sonra Muhammed Ruhani dünyasını dəyişdi. Bu təqid elədi, məsələn, fərzimiz budur. Bu, nədir? Sadiq Şirazi. Sadiq Şirazi deyir ki, bazardan alınan malın xumusu var. Bu rəvayət ki, deyir, bu rəvayət zəifdir. Ona əməl eləmir. Yaxşı, bazardan alınan malın nədir? Xumusu var. İndi bu neynəməlidir? Bu köynə aldığı və məsəl üçün qurban kəsibdir, İsmail qurbanında, onun xumusunu versin ya yox? Dur ki, yox, bunlar heç biri qəzası vacibdir bu adama. Bəs bu əməlləri keçib gedibdir, qəzası vacib deyil. Məsələni üzündən oxuyuram inşallah bir daha. İza qallədəl müctəhidə, bir müctəhidə təqlid edib və əməl ələ rəyihi, onun rəyinə əsasən əməl edib. Sümmə matə zalikəl müctəhid. Sonra müctəhid öldü. Fəədələ iləl müctəhidil həy. Sonra udul elədi. Deyir müctəhidi. Fələ işqalə fi ənəhu la təcibü əleyh iadil əmalil maziyyə. İşqal yoxdur ki, buna vacibdir. Keçmişdə olan əməllərini, keçmiş olan əməllər nədir? İadəsini eləsin. İadə ona deyərlər ki, nədir? Hələ qəzadır. Yəni, iadə eləmək vacibdirsə, demək nədir? Bir tərəq övlar, qəza da vacibdir. Əlləti kanət ələ xilafır rəyil həy. Hansı ki, dilinin rəyinin xilafınadır. Əlbəttə, burada ehtiyat odur ki, yaxşı olar insan o namazı nədir? İadə eləsin, ehtiyat. Çünki bəzi müştəhidlər deyirlər, İslah Fəyyaz və başqaları və bu ibarədən də mümkündür. İadə-əmal-ı maziyyə, iadəti nədir? Qəza məclisindən çıxartmaq olar. Amma iadə deyib, biz zahiri götürəcəyik də iadədir.
İza lem yekun xələl fima mucibən li bütlaniha. Əgər xələl olmasa o namazlarda nədir? Xələl ki nədir? Li butlaniha. Onun batilliyinə səbəb ola mə'əl cəhl qusuri. Əgər nədir? Cəhl qasiri eləsə, bir cahil qasirən bir əməl eləsə və qasirən batil olsa, o əməl nədir? Vələm yakun. Əlbəttə əməlin batilinə səbəb olmayan əməl olsa, yaxşı, qusur. Bunu bildik. Bu heç, bu asanıdır. O batildir. Cəhl qusuri. Kəmən tərəkə surə fil salati ehtimadən ələ rəyi müqəllidi. Məsələn, bir adam surəni tərk edib, ehtimal ələ öz müctehidinə etimad edib. O deyib ki, məsələn, surəni demək caizdir. Bu sünnilərdə ümumidir. Onlar surəni caiz bilir. Bir dənə Fatihədə surəni bilirlər. Əlbəttə orada da sələflərlə başqalarında ixtilaf var. Amma bizim müştehidlərdən də bəziləri məsələn deyirlər ki, Fatihədə surə nədir? Vacibdir. O birilərində deməyə bilərsən, tərk edə bilərsən. Bəziləri deyib məsələn. Bu da ona baxıb. Summa qallədə mən yəqulu bi vücubə. Sonra təqid edib başqa müştehid. O deyib ki, surədə nədir? Ümumiyyətlə namazda üzr istəyirəm. Surəni demək iştibah oldu. Namazda bizim müştehidlər hamısı deyir Bismillah deyə bilərsən. Bəziləri deyir surəni tərk edə bilərsən namazda, bəziləri deyir tərk edə bilməzsən. İndi ixtilaf budur ki, ixtilaf bizdən onlardan budur ki, onlar deyirlər məsələn surənin yarısını deyə bilərsən, yarısını istəsən vacibi namazda. Biz deyirik ki, yox, vacibi namazda bütöv gələ surəni deyirsən. Amma bəziləri deyir ki, surəni tərk edə bilərsən. Məsələn, bu müştehid, məsələn də müştehid təqid edib ki, deyib surəni tərk edə bilərsən. Bu da tərk edib. Amma indi təqid edib müştehid, o deyir ki, yox, surəni tərk edə bilməzsən. Fəinnəhu la təcə əleyhi iadəti ma səllaha bi qeyri surə. Vacib deyir, bura nə deyir? İadə eləsin. Namaz ki, surəsiz qılın. Bəlil muxtar ənəhu la təcə iadət əmalil maziyyə və bəl muxtar deyir, bəlkə mənim ixtiyarladığım budur ki, ənəhu la təcə iadət əmalil maziyyə. Keçmişdə olan əməllərin nədir? İadəsi vacib deyil. Və yecdəzi biha mutləqən. Mutlaq surətdə nədir? Mutlaq istəyir, məsələn, batilinə səbəb olsun, ya məsəl üçün, batilinə səbəb olmasın. Hətta fi qeyri hazihi surə. Hətta bu surədən başqa bir surə, başqa şəkillə dediyim kimi təyənnüm zat məsələləri o surətdədir, nədir? Əlbəttə burada bir adam ki, məsələn, əməli edib, əməli məsələyə rəisiyyət oxumuyubdur. Düzdür? Rükun kimi, ondan sonra təyəmmüm, bayaq misal vurdım, təyəmmüm kimi. Qusulu, təyəmmüm deyəndə ki, qusulu ya məsələn dəstəmazın batil eləyən bir məsələ kimi. Amma axırda nə deyir? Axırda hətta bundan başqa surətlərdə, yəni bundan başqa surətlər hansıdır? Ya hətta məsələn bunun nəzərində, onun təyəmmümü dəstəmaz olmalıdır, cəbirə təyəmmüm eləyib, təyəmmüm olmalıdır, dəstəmaz eləyib. Yəni onun nəzərində batildirsə, yenə də nə deyir? Bu məsələlərin iadəsi buna vacib deyildir. Məsələn, bir dənə yenidən mən izah edeyim. Seyyid Sistani ağa, Seyyidimiz buyurur ki, o məsələlər ki, bu əvvəlki təqid edilmiş müctehidlə indi diri müctehid arasında ixtilaflıdır. Amma ixtilaf necə ixtilafdır? Bir ixtilaf məsələ-i rəisiyyədə ya məsələn namazın rükünü kimi ya dəstəmazın batil, qusulun batil olması məsələlər kimi deyil. Yaxşı, necə məsələdir? Bəs necə məsələdir? Deyir, məsələdir ki, ondan aşağı məsələlərdə ixtilafdır. Əgər məsələn bir adam ki, cahil əgər məsələn o iştibah eləsə, o xətanı eləsə, cahil-i qasir, cahil-i müqəssir yoxdur. Cahil-i qasirlə cahil-i müqəssirin fərqi var. Cahil-i qasir budur ki, əlində başqa bir adam yoxdur, ondan soruşur, əli çatmır. İmkanı nəyə çatır? Ona əməl eləyib. Məsələn, yaşayır Amerikan Amazonka məşəliyində, ruhaniyə zədə əli çatmır. Məsələn, deyək də, indi düzdür, internet, telefon zat dövrüdür. Amma cahil müqəssir fərqlidir. Cahil müqəssir odur ki, əli çatır, gedə bilər, soruşa bilər, getmir, soruşmur. Ona görə bunların hökmləri fərq edir. O şeylər ki, cahili qasir eləsə, ona güzəşt olunar. Amma həmin onun cahili qasiri güzəşt olanı cahili müqəssir olarsa, ona güzəşt olunmaz.
İndi cahili qasirə güzəşt olunan məsələlər, elə bütün məsələlər cahili qasirə güzəşt olunar. Yox. Cahili qasirə elə məsələlər var ki, güzəşt olunar, elə məsələlər var ki, güzəşt olunmaz. Nə kimi? Məsələn, cahili qasir əgər rəisi məsələyə, məsələn, orada ki, deyib təyəmmüm elə, orada bu hökmü vəzifəsi təyəmmüm eləmək idi. Gedib deyib, məsələn, dəstəmaz alıb, cəbirə dəstəmaz alıb. Ya oradakı hökmü dəstəmaz almaq idi, cəbir dəstəmaz gedib təyəmmüm alıbdı. Aydındır? Namazın yanı batildir. Bu heç, bu qəza eləyəcək məsələsini biləndən sonra. Yaxşı. Yəni namazın məsələn rükunlarına xələl gətiribdir ki, namaz batildir. Çünki niyə? Bunun namazı batildir. Amma biz əvvəldə bir məsələ demişdik. Dedik ki, bir adam ki, müştəhid təqlid edib, ələm müştəhidə, sonra o öldü, o birinə müştəhid elədi. Hətta məsələ rəisiyyələrdə bu ixtilaf gətirsə, bunun nəzərində təyərinin, bunun nəzərində, onun namazı nədir? İkinci müştəhid nəzərində batil olsa da buna nədir? Qəza eləmək vacibdir. Niyə? Çünki o şəxs bu cəhli qusuru hökmündə deyil, cəhli qusuru fərq edir. İndi onu qaydacıyam yenə də. Çünki o şəxs hüccət-i baliğə var idi əlində. Yaxşı, hüccət-i baliğə. Amma cahili qasirin əlində hüccət yox idi. Hüccətin olmamazlığından əslində xələlə düşübdür. Yaxşı. Dedik ki, o namazların nədir? Qəza eləməyəcək. Ayətullah biz İshaq Fəyyazdan oxuduq. Amma görə Sistani nə deyir? Sistani o məsələdən demir. İndi onu axırda mən izah eləyəcəm. Sistani deyir ki, əvvələn bu xələl gətiribdir. Ölüm müştəhid ki, ələm bilirdi, onu təqid edirdi, diri müştəhid rücu eləyib, diri müştəhidin ölüm müştəhidində xələl var. Xələl necədir? Xələl elə xələldir ki, cahili qasir bu xələli gətirsə, ona üzr hesaplanar və qəza ondan tələb olunmaz. Yaxşı, cahili qasirin üzrü necə üzrdür? Elə üzrdür ki, namazın batilinə səbəb olmur. İnsan əgər onu bilməməkdən eləsə, bilməyib, eləyib, məsələn, qəflətə düşüb, yadından çıxıb, düşüb, eləyib, namazı nədir? Namazı şərtinə xələl gətirib, namazın məsələn cüzünə xələl gətirib, amma namazın rükunundan deyir, ya məsələnin nədir? Rəisiyyəsindən deyir. Nə kimi? Nə tür xələl gətirib? Məsələn, o yerdə ki, bərddən deməlidir, yavaş deyib. O yerdə ki, yavaş deməlidir, bərddən deyib. Ya o, məsəl üçün, dedik ki, qiyam müttəsil bir rüku nədir? Rükundur. Amma qiyamın hamısı rükun deyir ki, düzdür. Əsl rükuna əməl eləyib. Amma, məsələn, surəni oxumayıbdır. Fatihəni oxuyub, məsələn, Qulhullah surəsini oxumayıb, başqa surə oxumayıbdır. Axı, bir Fatih oxumasan, bir surə oxumasan, birinci və ikinci rəkətdə namazlarda, bu oxumayıbdır, xələl gətiribdir. İndi bilməyibdir. Elə bilib ki, elə belə olur namaz. Sonradan biləndən sonra dedi ki, bunun qəzası cahili qasirə lazımdır. Ya bir adam məsələn yadından çıxıb deməyib, sonra rükuya əyləndən sonra yadına düşübdür. Dedik, bu da nədir? Namazı səhihdir. Çünki rükun deyil, namaz işğal edir. Atlas-Dan deyir ki, belə məsələlər nədir? Bu, indi təqid edilmiş müctəhiddə ixtilaflı olsa, məsələn, o müctəhid deyib ki, surə vacibdir, bu deyib surə vacib deyil. O deyib surə vacib deyil, bu deyib surə vacib deyil. İndi surəsiz qıldığı namazları, yəni məsələn Qulhullah surəsində surəyən onu Qulhullah ya başqa surə, namazda bir Fatihə, bir surə oxumalısan axı birinci və ikinci rəkətdə. Deməyib. İndi yaxşı bu neynəsin? O namazların hamısında deyir, yox, ehtiyac yoxdur. Və bu ümumiyyətlə namazın batilliyinə səbəb olunmur ki, cahili qasirdən bu üzr hətta nədir? Qəbul olunur. Ya bilməyən adamdan, məsəl üçün, yadından çıxıb filan məsələn, ondan bu üzr qəbul olunur. Hələ qalmışdı bir adam ki, təqlid üçündən bunu eləyib. Çünki əlində hüccət-i baliğə olub, hüccət-i baliğənin mərtəbəsi yuxarıdır. Hüccət olub əlində bunu eləyib. Bunu təqlid edilmiş deyil, bunu deyib, neynəsin ki? Ondan sonra Sistani deyir ki, bəlkə bundan başqa surətlərdə də, bundan başqa şəkillərdə də yəstəzibiha mutləqa la təcibul iadətil əmalil maziyyə və ki, keçmişdə olan əməllərin iadəsi vacibdir və yəstəzibiha mutləqa bəlkə onlarla kifayətlənəcək mutləqa. Mutləqa mənası nədir? Mutləqa, yəni cahili qasirdən bağışlanan üzrdə olsa, cahili qasirdən bağışlanmayan üzrdə olsa. Cahili qasirdən bağışlanan üzr nədir?
namazın rükununa xələl gətirməsin. Ya əməlin ümumiyyətlə rəisiyyəsinə, qusulu və ya dəstəmazı batıl edən əməl kimi olmasın. Düzdür? Amma bundan qeyrisi olsa nə deyir? Bundan qeyrisi olsa hətta cahil qasidən bağışlanmayan üzrdə olsa, yəni namazın nə deyir? Rükununa xələl gətirsə. Amma təqlid ucbatından olub, əlində hüccəti balığı olub. Ya məsələn, təyəmmümlə cəbirə dəstəmazı kimi xələl gətirib rəisiyyə məsələdə, bunu nə deyir? Bundan güzəşt olunur. Əməllərini iadə eləməyə vacib deyil. Buradakı iadə deyir. Dediyim kimi iadə deyirsə demək nə deyir? Qəza bitərəq övla olmayacaq. Fi qeyri hazır surə. Bundan başqa surətlərdə də, yəni bundan başqa şəkillərdə də. Burada sadla deyir o surət. Surə nəzərdə tutmur. Surədə sindir. Burada surə, yəni bundan başqa şəkillərdə, başqa şəkillər hansı? Cəhəli qasidən bağışlanmayan üzürlər ki, o İshaq Fəyyazı mən oxudum da 2-ci dəfə minhacından. O üzürlərdir ki, o üzürlər nə deyir? Fəqət hüccət-i balığı ilə bağışlanır. Burada hüccət balığı var əlində. Əlində olan ələm içdiydi, təvil eləmişdi. Onun nəzərində bu məsələ nə idi? Caiz idi, əməlləmişdi. Vacib idi, əməlləmişdi. Səhih idi, əməlləmişdi. İndi bu səhih bilmir. İndi bu bütünlüyü səhih bilmir, eybi yoxdur. Bundan sonra bunun nəyi səhih bilir, mən onu eləyərəm. Nəyi batil bilir, onu eləmərəm. Amma bura qədər elədiyim də hüccət-i balığı olub əlimdə, hüccət olub əlimdə müctəhidin göstərişindən eləmişəm. 18-ci məsələ. Yəcibu təallümul əczail ibadətil vacibə və şurutiha. Deyir, vacibdir. Vacibi ibadətləri nədir? Cüzlərin və şərtlərin öyrənmək vacibdir. Bunu öyrənmək vacibdir. Çünki məsələ gələndə qabağa bilməyəcəksən, əməlin batil olacaq. Əməli bilərəkdən batil eləmək kimi sayılır. Əməli batil eləmək, bilərəkdən batil eləmək nədir? Günahdır. Buyurur, indi namaz, ibadətin ümumiyyətlə şərtlərin və cüzlərin bilmək ki, vacibdir. Namazın, məsələn, namazı deyək də, namazın harası rükundur, nəyi rükundur, nəyi rükundur, namaza nə xələl sayılır, nə eləsəm ona xələl sayılır, falan, nəyi vacibdir namaza tərk edəyəm, nə vacibdir əmələ gətirəm, falan, bu məsələlər əcza və şərtləri, düzdür. Namazın şərtlərindən bir dəstəmazlı olmalısan, təyəmmümlü ya qüsullu olmalısan, düzdür, boyunda gərək təharətli olmalısan. Belə şeydən desək, təharətli olmalısan ki, namaz nə deyir? Səhih yerinə yetirilsin. İndi bunu necə elə müfəssələn öyrənək, rəvayətin, hədisin, zadın, yoxsa mən müctəhidi təqlid eləsəm, Risalə-i Əməliyyəsindən oxusam kifayət eləyər. Buyurur ki, icmalən bilsən kifayət eləyər. Müştəhidi təqlid eləsə, Risalə-i Əməliyyəsindən bunu oxusan kifayət eləyər. Və yəkfi ən yələmə icmalən, müfəssələn lazım deyil. Rəvayəti ilə, hədisi ilə, ictihadı ilə, zadı ilə biləsən. İcmalən bilsən kifayət eləyər. İcmalən dedik nə deyir? Həmin müştəhidi məsələsindən oxusan, Risalə-i Əməliyyəsindən oxusan kifayət eləyər. Və yəkfi ən yələmə icmalən ənə ibadətəhu camiətən lima yu'təbəri fiha minəl əcza və şurut. Bilə ki, bunun ibadətləri lazım olan, onda mötəbər olan cüzləri və şərtləri özündə cəm edib. Yəni, bütün şərtlərə əməl edir, cüzlərə əməl edir. Bunun nədir? İcmalən bilə. İcmalən nədir dediyim kimi? İcmalən, yəni qısa olaraq bilə. Qısa olaraq da mənası odur ki, yəni dəlillərin bilməsə də olar. Elə fətva şəklində bilsə və onlar əməlləsə, məsələn, Risalədən oxusa kifayət eləyər. Və la yəlzumul əməl təfsilən bizalik. Və la yəlzumul ilmu təfsilən bizalik. Təfsilən buna elmin olmasına nədir? Ehtiyac yoxdur. Təfsilən dedim ki, məsəl üçün sənədi ilə, zadı ilə belə onlar kifayətdir. Ehtiyac yoxdur. Çünki elə hamı durub müctəhid ola bilməz ki, hamı durub ömrünün 30-40 ilini elmə həsr eləyə bilməz ki, bir iddə oxuyar, mütəxəssis olar, qalan Risalə-i Əməliyyə yazar, məsələn, fiqhi göstərişlərin icmali şəkildə verər, avam da ona neyniyər? Əməl eləyər. Avam deyəndə ki, avam indi fiqhdə avamdır da, başqa şeydə ola bilər, alimdir, həkimdir, professordur, müəllimdir, filandır, amma fiqhdə nədir? Şəriətdə avamdır. Bu neyniyəcək? Müstəyi təqlid edəcək, Risalə məsələsindən ələ gətirəcək. Və izə urizət ləhu fi əsnal ibadət məsələtən.
Əgər ariz oldu ona, iza və iza ərazət, oxsaq düz gəlir. Ləhu fi əsnail ibadət məsələtun. Əgər ona bir dənə məsələ ariz ola, bu kimə mükəlləfə? Nə də ibadət əsnasında namaz qılırdı, şək girədi 3-dən 4-də. Aya mən neynəməliyəm? Binanı 4-ə qoymalıyam, yoxsa 3-ə qoymalıyam? Buyurur ki, la ya'rifu hukmuha, bilmir. 3-ə qoymalı yoxsa 4-ə. Caziləhul əməl ələ bəzil ehtimalı. Bu nə edəcək? Bəzi ehtimalatlara ehtimal verdiyi, səhih bildiyinə nədir? Əməl eləyəcək. Məsələn, ehtimal verir ki, binanı 4-ə qoyub namazı tamamlasam namazım səhih olar. Binanı qoyub 4-ə namazı tamamlayam. Sonra neynəsiz? Summa yəssəl ənha bə'dəl firaq. Namazdan sonra, əməldən sonra soruşsun məsələni. Və in təbəyyənət ləhu sihhət istəzə bil əməl. Əgər nədir? Bəyan olsa onun üçün səhihdir, əməli səhih eləyib, kifayətlənər o əməllə. Və in təbəyyənəl butlan əadəhu. Əgər bəyan olsa ki, yox, batil eləyib, binanı qoyub 3-ə, 4-ə qoymalıdır, onda nə edəcək? Namazı yerinə gətirəcək. Bəs bilmədi, məsələ çıxdı qabağına, orada öz bildiyi kimi əməl eləsin, düz bildiyi kimi. Sonra məsələsi nədir? Soruşsun. Düzdürsə heç, düzdürsə neynəsil əməli yerindən əmələ gətirsin. 19-cu məsələ. Yəcibu. 19-cu məsələ. Yəcibu təallumul məsaililləti yubdəla biha adətən. Yəcibu təallum. Vacibdir öyrənmək. Nəyi öyrənmək? Əl-məsaililləti yubdəla biha adətən. Vacibdir. O məsələlər ki, mübtəla bihdir, daimi qabağına çıxır, adətən onları öyrənsin. Kəcümlətin minəl məsaili şək və səhv fissəlat. Məsələn, namazın şək və səhvi, şəkkiyatın. Niyə? Liəllə yəqə fi müxalifəti təklifil ilzami. Ta ki, təklifi ilzami ilə müxalifət eləməsin. Dedik, təklif ilzami nədir? Təklif ilzami vacibdir ki, vacib lazımdır, vacib əməlləri gətirəsən. Dan ki, nədir? Harama mürtəkib olmayasan. Əgər eləməsən, vacibi, dedik ki, burada lazım nədir? Əmələ gətirmək vacibdir. Vacibin tərki nədir? Haramdır. Bir də nədir? Onlar ki, haramdır, onları əmələ gətirmək, onlardan çəkinəsən. Dedik ki, nədir? Haramlar da əmələ gətirməmək vacibdir. Əmələ gətirmək nədir? Haramdır. Buna deyərlər ilzami. Qalan 3 dənə məkruhdur, müstəhəbdir, mübahdır. Bunlar nədir? Əmalı təklifi tərxisiyyədir. Əvvəl məsələlərdə bunu bəhsimizdə dedik. Liəllə yəqə fil müxalifət təklif ilzami. Təklif ilzami nədir? Müxalifət eləməsin. Çünki təklif ilzami ilə müxalifət eləmək nədir? Haramdır. Amma təklifi nədir? Tərxisi ilə müxalifət eləmək olar. Məkruhdur. Məkruh mənası odur ki, yəni caizdir, eləyə bilərsən. Eləməsən yaxşıdır, amma eləsən günahkar deyilsən. Müstəhəbbidir, eləsən yaxşıdır. Ya mübahdır, eləsən də eləməsən də 50-50-yə müsavidir məsələn. Təklif mutəvəccəhun iləyhi ində ibtila biha. Deyir ki, liəllə yəqə fi müxalifət təklifil ilzami mutəvəccəhun iləyhi ində ibtilaihi biha. Təklif ilzami ki, nədir? Ondan üzbəyiz olar, nədir? Ona mübtəla olanda, ona məsələn ehtiyac olanda. 20-ci məsələ. Buyurur ki, təqəddəmə ənəhu yüştərətu fi mərcə'i təqlid ən yəkunə müstəhidən adilən və təsbitil ədalət bi umurin və təsbitul ədaletu bi umurin. Deyir, keçdi. Nə keçdi? O keçdi ki, mərcə-i təqlidin şərtlərindən biri bu idi ki, 9-unu da şərt saydı. Onlardan biri də nədir? Adil olması idi. Deyir ki, indi ədalət necə sabit olar? Ədalət necə sabit? Ümumiyyətlə, məsələn, müctəhidin ədaləti, ya piş namazın ədaləti, ya məsələn bir şeydə ki, talaq verirsən məsələn, orada 2 dənə ədalətli şəxs lazımdır. Burada ədalət necədir məsələn? Burada əlbəttə onlar bir-birinə ədalət mövzusu biraz fərq edir, amma ümumiyyətlə burada misal vurub. Əl-əvvəl təsbit ədalətu bi umurin. Neçə dənə işlə ədalət sabit olar. Birinci, el-ilmul vicdani avul itminalil hasilil minil menaşi uqalaiyye kal ixtibar və nəhvəhu. Birinci, elmil vicdani, özünün vicdanen ilmi var ki, bu adam adildir. Ya da burada itminan gəlibdir buna.
Aydındır. Elmi yoxdur, elm 100%dir, qəti hasıl olur bunun. Elmi yoxdur, amma itminan yəni zənn, amma 80% bunun 80% zənni var. Məsələn, bu 20% əleyhinədir, 80% lehinədir ki, bu belədir. Məsələn, itminanı var, mütməindir, yəni 80% əmindir, 80% elmi var ki, bunu nə bu adildir. İndi bunun elmi vicdanının ya mütməin olmasının mənşəyi nədir? Kökü nədir? Nəyə dirənir? Elə belə yoxsa bir elmi əsaslı bir mənşəyi var, əsaslı bir bünövrəsi var. Deyir vəl itmə hasıl min mənaşil uqalaiyyə. Deyir uqalaidir. Tün bunun mənşəyi elmi vicdası itminanın hasilinin mənşəyi nədir? Uqalaidir. Düzdür, mənaşil uqalai. Uqalai budur ki, o dəlildir. Dəlildir. Məsələn, uqalai nəyə deyirlər? Bir şey var əqli, bir də var uqalai. Bunlar fərqli şeylərdir. Məsələn, uqalai deyir ki, dəlil uqalaidir. Bu şəriətdə özü hüccətdir, dəlil əgər uqalai olsa. Necə? Məsələn, müsəlman da, qeyri-müsəlman da, insan bima huve insan, harda yaşasın, dinindən, məzhəbindən asılı olmayaraq, ədaləti yaxşı bilir. Zülmü pisləyir. Aydındır. Ədaləti yaxşı bilir, zülmü pisləyir. Bəs ədalət nədir? Ədalətin yaxşı bir iş olması dəlili nədir? Uqəlaidir. Ya zülmün pis bir iş olmasının dəlili nədir? Uqəlaidir. Və bunun kimi başqa dəlillər. Məsələn, onlardan biri nədir? Kəl ixtibar. Mənaşi əqalayədən biri ixtibar. Özü imtihan eləyib, dəfələrlə imtihan eləyib, görübdür bu nədir? Məsələn, imanlıdır, ədalətlidir, ədalətsiz deyil. Özü imtihan eləyib və qərara gəldi ki, bu adam ədalətlidir. Biri bu. Mənaşi uqalayı olsun, özü mütməyin olsun, dəlil olsun əlində mütməyininin və elmi vicdanının. Dəlil də nədir? Uqalayı olsa kifayət. Uqalayədən biri nədir? İmtihan edib. İkinci, şahad adileyn biha. 2 nəfər ədalətli şəxs ki, bu onları tanıyır, ədalətlidir. Onlar şəhadət verirlər ki, nədir bu? Nədir? Adildir. Bilirsən ki, bu şəhadət adamlarda elə belə boş-boş yerə şəhadət verməzlər. Özləri adildir və şəhadətləri də elə belə deyir. Yəni, elə, məsələn, ağıllara nə iş görür, onu eləyirlər. Yox, onlar bilirlər adil necə olur və bilmiş adamdılar, savadlı adamdılar. Yaxşı, ədalət mövzusunu bilirlər ən azından və şəhadət verirlər. Əs-salisu husnuz zahir. Üçüncü, husnü zahirdir. Zahirinə baxsan nuranidir. Məsələn, davranışları filanı, qonşusun ondan deyil. Vəl murad bihi husnul muaşirati və suluku dini və huve yesbut eyzən bi əhdil əmreynil avvaleyn. Burada deyir, husnü zahirdə də məqsəd, zahirin gözəlliyi budur ki, onunla muaşirət eləyəsən, gediş-gəliş eləyəsən və dini göstərişlərinə görsən necə əməl eləyir halala, filana, bəsməkana. Bunlar da həmçinin, bu da hüsnü zahir də əslində iki adilin şəhadət verməsi ilə ya elmi vicdanı ilə insanda hasil olur əslində. Bəs üçüncü dəlil də qayıtdı gənə birinci və ikinci dəlilə. Və yesbitul ictihad bil a'lamiyyəti eyzən bil ilm vəl itminan. Sonra deyir ki, ictihad da sabit olur. Yesbitul ictihad da sabit olur. Vəl ələmiyyət, ictihad və ələmiyyət bir yerdir. İctihad ayrı şeydir, biri müctehiddir. Hər müctehid ələm deyir ki, bəzi müctehid ələmdir, bəzi müctehid ələm deyir. Amma ələm nədən olur? Müctehiddən olur. Və yəsbudul ictihad vəl ələmiyyət eyzən bil elmlə vəl itminanla beşərtil mütəqəddim şərtlə dedi ki, elmi vicdani itminan hasil mənaşə uqalayı olsun. Məsələn üçün, şiaq filandan sabit olur ki, bu ələmdir. Və ki, adilin şəhadəti ilə. Beşədil adileyn min əhlil xibrə. 2 nəfər şəhadət verə, adil. Amma özləri əhli xibrə ola. Məsələn, özləri bilirlər, müctehid, mütəfəqqih adamdılar, təfəqqüh eləyiblər fiqdə, dərs oxuyublar, elmləri var və eləyə bilirlər, ələmlə qeyri-ələmi seçsinlər.
Belə bir adam 2 nəfər ona xibrə deyərlər. Bu xibrə nədir? Alim şahadət verirlər ki, filan müctehid ələmdir. Bəl yesbetu bi şahadəti mən yesiqu bihi min əhlil xibrə və in kana faidən. Bəlkə sənin tanıdığın və etiqad elədiyin yesiqu onun vəsaqətinə, düzlüyünə sənin düzlüyə şahadət verən bir nəfər xibrəni əgər xibrə şahadət versə, ki onun ki nədir? Şahadəti sənin yanında vusuqdur, yəni düzdür. Bilirsən ki, bu düzə şahadət verir, kifayət eləyər. Və lakin 2 dənə xibrə əhli, hətta bir dənə tanıdığın və bilirsən ki, bu aləm bir yana gedə bu nədir? Yalanla şahadət verməz və bilir özü də xibrədir. Bir nəfər də olsa kifayət eləyər. Və lakin, burada bir dənə lakin var, bir dənə əmması var. 2 dənə də şahadət versə olar. Bir dənə də şahadət versə olar. Və lakin, amma bir dənə əmması var. Əmma nədir? Yu'təbərə fişşad əhlil xibri ən la yuarizha şahadəti misliha bil xilaf. Amma lakin budur ki, əmması budur ki, bir şərtlə başqa 2 nəfər də xibirə, adil, bu 2 adilin şahadətinin əksinə şahadət verməyə. Onlar da başqasını deməyə ələmdir. Və lakin yoxdur fişad əhlül xibri ən la yuarizha şahadəti misliha bil xilaf. Bunun xilafına başqa 2 nəfər də xibrə, adil, başqasına, bunların xilafına şahadət verməyə. Bunlar deyər, Əli ələmdir, o 2 nəfər də deyər, nə deyir? Vəli ələmdir. Həsən ələmdir. Və mə'ət taaruz oldu. 2 nəfər deyir, bu adildir, 2 nəfər deyir, o adildir. Yəqzı bi şahadin mən kana minhuma əksər xibrətən. Onda baxacaq ki, bunların ən çoxu hansı xibrəçiliyi çoxdur, hansı daha təfəqqüh eləyib, hansı daha elmi çoxdur, onu seçəcək. Bi həddin ihtimal isabətil vaqi fi şahadəti əqva min ihtimal fi şahadəti qeyrihi. Belə ki, yəni ən savadlının şahadətinin vaqiyyətlə, həqiqətlə isabət eləməsi, isabət eləmə ehtimalı daha çoxdur, daha əqvadır, o birisinin nədir? Şahadət verməsinin ehtimalından. Çünki daha savadlının vaqiyyətə isabət eləməsi daha qəvidir, necə? Ondan az elmli olanlar. Ondan buyurur 21-ci məsələ, yəhrumul ifta əla qeyril müstəhid mutlaqən. Qeyri-müctehidə fətva vermək mutlaqan haramdır. Yahrumul ifta fətva verir. Əla qeyri-müctehid mutlaqan. Qeyri-müctehidə nədir? Haramdır. Mütlaqa nədir? Bütün hallarda, bütün vəziyyətdə müctehid olsun, olmasın, hər bir halda. Və amma mən yəfqidu qeyril ictihad min sairi şurud və yahrum əleyhil fətva bi qəsd əməli qeyrihi biha. Amma müctehiddir, mən yəfqidu qeyril ictihad. Bunda faqiddir şərtlərdən. Amma ictihad şərti saqiddir, ictihad eləyib müctehiddir. Amma o bir şərtlərdən bəzisi, məsəl üçün, ələm deyil, məsələn, ələm deyil. Ya, məsələn, pak mövludda deyir, ya məsələn, başqa bir şeylər var. Bu deyir, fətva verə, başqası bunun fətvasını əməlləsin, o haramdır. Amma özü öz fətvasını əməl eləyə bilər. Və yəhrumul qəza əla mən leysə əhlən ləhu. Və həmçinin qəzavət eləmək, biri hökm eləyə 2 nəfərin arasında, buna haramdır. Mən leysə ləhu əhlən, qəzavət əhli deyilsə, qazi deyilsə, müctehid deyilsə, ya məsələn, müctehid davan bağlı alim deyilsə, bu qəzavət eləməsi haramdır. Və la yazıcı tərafiq iləyhi. Tərafiq onun tərəfini aparmaq olmaz. Tərafiq nədir? Çəkişmə. 2 nəfər arasında biri deyir, haqq mənimdir, o birisi deyir, haqq mənimdir. Düzdür? Gedək onun yanına. Axı, onun əhli deyil, o müctehid deyil. Ondan sonra bunun qəzanın əhli deyil. Buyurur ki, haramdır, onun yanına gedəsən. Və la şəhadətə indəhu. Nə bu müctehid deyil, nə dini alimdir, nə təfəqqüh eləməyibdir, nə müctehid məsələlərin qəza eləyəndə, hökm eləyəndə tətbiq eləmir, ya bilmir tətbiq eləsin. Onun yanına haramdır, nədir? Öz məsələləri, problemi aparıb onun yanında həll eləyəsin. Və la şəhadətə indəhu izə ləm yənhəsul istiqazul haqqil ma'lum bizalik. Bəli, və ona və la şəhadətə indəhu. Həmçinin gedib ona şəhadət verəsən ki, mən gördüm, haqq filan kəsindir, bu şəhadət vermək caizdir.
İza lem yensul istiqazul haqqul ma'lum bizal. Əgər haqqı durultmaq, haqqa nicat vermək, istinqaz nicat vermək haqqa buna münhəsir deyil. Buna münhəsirsə yox. Məsələn, prokurordur, hə, məhkəmədir, düzdür. Bilirəm ki, bu nədir? Qəzavət əhli deyil. Amma haqqımı ondan başqa durultmağın da yolu yoxdur. Elədirsə, naçarsan gedəsən gələ ona nədir? Şikayət edib haqqımı durulda bilərsən.